Hər vaxtınız xeyir olsun. Bugün həftənin 3-cü günüdür. Mayın 14-düdür. Axır ki bizim İsveçdən pasilkamız gəlib. İndi birazdan açacaq, görək içərisindən nələr var. Deməli, uşaqların babasının uşaqlara göndərdikləridir. Bu nədir? Belə bir rüqzaq göndərib. Sonra bu uşaqlara goodisdir. Konfetlər olur, içərisi jelatinli. Onlardandır. Bu çəki iləndir sadəcə, o belə yığıb. Bu da corabdır. Yox, bu pambıqdır. Prosta amma biraz qalındır. Belə neçə cütdür? Bir dənə ağ, yox 2 dənə ağ göndərib. Beləli. Sonra ağ da deyəsən. Belə bir sneakers göndərib 10 dənəli. Sonra Nuray Marabo istəmişdi. Marabo göndərib. Çərşaf isimlidir. Bunlar çox qəşəng dadlı olur. Dəhşət bir şeydir. Bu Aylanın orada istifadə elədiyi Nike idmana gedən sumkası idi. Baba yenə bunu qoydu. Dedim qoymasın, bu ayaqqabını da göndərib. Mənim də orada geyinmədiyim idi, təzə almışdım. Şundan tarım elə şeydir. Mənim orada istifadə elədiyim, geyindiyim ayaqqabı idi. Bu da mən. Baba niyə olarmış? Bunlar da yenə sumkalardır beləli. Nəsə yaxşı fokuslanmır bir dəqiqə. Fokusdadır. Bu da yenə ayaqqabım, mənim ayaqqabım da taydı. Bir də bu nədir? Bu isə bu oğlum aldığı at paltarlarıdır. Sonra cinsdir bu. Əsas məsələ uşaqlara aldığı ayaqqabılardır. Bunu deyəsən Amid alıb. Bu Amidin ayaqqabısıdır. Beləli. Bunu Nuraya aldırtmışam. Bu dəfə qara rəngdə götürmüşəm. İndən sonra yəni Nuraya ağ bir şey almaq istəmirəm. Çünki dəhşətli dərəcədə kirləndirir. Bu Aylanındır. Böyük qızımındır. Qəşəngdir. Rəngi də çox qəşəngdir. Superdir rəngi. Bunu da deyəsəm Amidə alıb. Amidin. Bu hava keçirdir. Bu isə yağış üçündür. Bunu alıb və sonuncu bunu kimə alıb? O Deva ilə. Nuray bircə dənə alıb qoyub onda. Bu isə başqadır. Bu isə bilmədim kimə qoyub. Dəmində var. Bu işlənmiş. İşlənmiş deyildi. Təzədir. Prosta alınıb nə vaxt alınıb. Təzədir, qiymət də içərisindədir. 700 krona yarı qiymətə düşüb. Bunu qoyub. Rəngi də belə. Biraz qəribə bir rəng. Bronzov rəngi də çalır. İşıq düşəndə belə. Belə rəng. Amma qəşəngdir, belə pis deyil. Amma Ayla, sən bunu geyinə bilərsən. Bunu heç geyinəm. Bu da bütün pasilkalar hamısını yerə tökdük. Bu şokoladlar dəhşət dadlıdır. Bunun içərisi apelsinli, bir də bu piçeni olur. Novqot ərəfəsində, yeni ərəfəsində bişirilir ondan. Bu fistəşkalı karamellidir. Bu çox qəşəng dadlıdır. Bu da daimdir. İçərisi xırçıltılıdır. Dilimdə dolaşdı. Nəsə, bu isə bizim beləli qudislərimizdir. Bunu biz qudis deyirik İsveç dilində. Baxın, beləli jelatinlə. Sonra bu beləli qola taxır uşaqlar. Belə bir-bir, yəni konfetdir bu da. Sadəcə dərman kimi görsənir. Atır bir-bir ağzına. Sonra məsəl üçün beləsi var. Hər cürə tipli də, yəni jelatinin hər cürə tipi var. Üstü içərisi elbə marshmallowdur. Bunun içərisi üstü isə şokoladlıdır. Belə tipləri var. Belə konfetlər var.
Nəsə belələri var. Burada bunun biraz nazik uzunluğu 20 qəpik, 25 qəpik satırlar. Hə, eyni dadları deyil, ailə deyir. Çünki ora belə Qudislər məkanıdır da, belə. Bundan çəsiz və bananıdır. Çəs sarı bananıdır. Çox qəşəng dadlı. Nəsə, ailə o qədər razı qalmadı. Çünki babası orada ona şalvar alıb, şalvar isə çox böyük. Bir dənə ayaqqabımız var. Bir dənə ayaqqabısı rəngi oldu. Onun üçün o yenə də Qudisdə deyirəsin. Onun üçün bu ailə yaxşıdır. Yenə də payı çox olsun, cebi dolu olsun. Ailə o qədər razı olmasa da yenə biz razıyıq. Allah da razı olsun. Bu corab da inşallah sadəcə belə baxan pambıqdır, pambıq oxşuyur. Hansı? Usta renk. Neysə, mənim vaxtım yoxdur. Mən durub hazırlaşmalıyam. Bu da. İndi dağıtdığımız, tökdüyümüz hər şeyi ailə yığışdırmaq sənə düşür. Bu arada dəhşət xəstələnmişəm. Demək ki, koronavirusdan 5 belə bir virusa yoluxmuşdum. 3 gündə ölürəm. Bugün 3-cü günümdür. Bazar günü birinci boğaz ağrısından başladım. Ergoferon bu virus əleyhinə olan dərmandır. Bunu almışam. Bunu içirəm. İlk günü hər yarım saatdan bir 6 dənəsi içməlisən. O birisi qalan günlərcə gündə 3 dəfə. Boğazım ağrıyor. Yəqin səsimdən də artıq hiss olunur. Boğazım da ağrıyor. Saat 3-dür. Gəlmişəm mamam gilə bağ evinə. Buradayım. Burada da üzmə malinalı çay hazırladım. Öyle malina hamısını töymüşəm. 2 stəkan çay üşüsüydü. İndi birazdan samovar qaynalır. Samovarı çay içəcəyim. İşte bunun için durum. Evdə də nə tapmışam hamısını əynimə mamam verdi, giyindim. Əslində qalsa özümə heç bir paltar gətirmək istəmədim. Çünki vişlər daşıma sevmirəm. Göstərim görün nə giymişəm. Mamamın koftasını. Ama bu jiletkan hardan almışsın? Hardan çıxıb bilinmir. Yaş değil. Yox, biz belə şey geyinimiz mənim yadıma gəlmir. Onun xan kəndində qadın gedəndə gördü ki, mənim jiletim yoxdur. Mən özümə elə şey aparmamışdım. Deyirəm, şalvarım da bu ürəkdə. Derdi ki, patisvet gələk giyin, soyuqdur. Dedim, harada istəsən gəltirim verim. Deyir, yox, Allah xatirinə. Götür giyin. Takşıda mamamın iş yoldaşı verib xan kəndində. Apar giyin. Yenə xan kəndinə geysən elə? İnşallah. İş yoldaşım deyil, heç mən tanımır. Bildim də, yəni bir yerdə işləmişsiniz. Müvəqqət olsa. Biz artıq samovar çayı da dəmlədik. Samovarımızı da içdik. Burada da köz var içərisində. Köz tüstülənir. Biraz enerji topladı. Bu arada sizə bağımızı göstəreyim. Deməli, bu alma ağacıdır. Bunun qəşəng almaları olur saçının. Bu isə mənim səbirsizliklə bu il gözlədiyim əriklərimizdir. Keçən il ərik ağaclıqların hamısı güllərini tökmüşdü. Bir dənə də olsun üstünə bir tək-tük belə olar, 2-3 dənə belə ərik olmuşdu. Amma inşallah çox istəyirəm ki, bu il əriklərimiz bol olsun. Hələ ki beləlidir. Təcə bu ağac deyil, o birisi ağac. Amma o birisi ağacı da çox az gətirib. Burada isə mamamın pandur ştilləridir. Hazırdır. Bu da bizim sevdiyimiz alçalarımızdır. Ucu böyüyür yavaş-yavaş. Maşallah. Wow, çox qəşəngdir. Nəsin yeyək?
Super. Qəşəng soçunlu. Qızı güdələcəklərini töküb bütün. Bunları dərib aparacağım. Mama bunlar nədir? Lobiyadır bunlar. Ha. Bu da mamamın lobiyaları. Yəni məncə mənasızdır bu lobiya əkmək, amma yenə də mamam əkib. Burada sizə roz və qızıl gülləri sizə göstəreyim. Baxın burada. Necə qəşəng açıb var maşallah. İyisi yoxdur amma gözəllikləri superdir. Mamam bu bağa can qoyub, can, əmək qoyub, can qoyub. Bu da bizim əlbəttə ki ağ gilaslarımız. İnşallah gilasın vaxt çatında gəlib yığıb yeyəcəyik. Bu birisi tərəfdən daha qəşəng görsənirlər belə qızıl güllər, superdir. Bunları hamısını dərib aparacağım evə. Güldana qoyacağım. Bugün mənim buraya gəlməyimin əsas səbəbi ağaçları əhəngləməyə gəlmişəm. Ona görə də raboçi paltar geymişəm. Gəlmişkən işimə başlayayım. Cibimə əlcəklərimi qoymuşam. Paltarıma fikir verməyin, çünki işləyəcəm deyə. Harada paltar var, onu geymiyorum. Və əlcəklərimi taxtım, başlayıram işimə. Mamamın da qavuşlarını geymişəm. Əsl olmuşam kəndçi qızı. Deməli, ağaçların bəzilərini əhənglədim. Daha doğrusu bəzilərini yarıya qədər əhənglədim. Hardasa bir 6-7 dənə belə ağac qaldı ki, onları əhənglə bilmədim. Çünki əhəng ucu bitdi. Yəni, baxın, budur, odur, budur. Bütün demək var ki, kənardan başladım. Onlar tamamilə əhəngləmişəm. Belə. Qalıb bircə balaca xırda bu kənardakı ağaçlar qaldı. Onu əhəngləyə bilmədim. Bu arada bütün əhəngi də çırtlatmışam. Baxın, qolum, üzümə kimi çırtlatmışam. Əməli başlı əhəng olub. Əsas çox işin çox hissəsini həll elədim. Alçalarımıza baxın, necə qəşəngdir. Superdir alçalarım. Baxın, göstərim sizə. Bunlar qaldıqca laf belə böyüyür, daha belə soçunu olur, çox böyüyür qalanda, yəni külək tökmürsən. Baxın diblərinə görün külək nə qədər töküb. Yəni çox töküb. Məsəl üçün, bax bunu təzə düşüb bu. %100 yox, təzə düşməyib. Yəni belə. Heç tamam, bu da xiyara oxşadan desən, xiyardır mamam əkib. Mamam burada vəzərləri əkib, amma dedi ki, vəzərlər o qədər də yaxşı inkişaf eləməyib, üstü yarpaqları deşik-deşikdir. Mama, mən geymişəm, gəl dəyişək. Bu da xurmadır, xurmanın beləli gülmü deyim, nəmi deyim, beləli olur. Baxın, burada. Yazıda çox qəşəng iri yaz yox, yəni payıza çox qəşəng iri-iri xurmalar olur. Çox belə dadlı. Bu dəqiqə sizə göstərim. Baxın, bu da vəzərləridir. Amma çox təəssüf vəzərlər. Yəqin xəstəlik olub, bilmirəm. Çünki həqiqətən də yəni burada əmələ gəlmir vəzərlər. Keçən il bu yerlə mamam çoxlu pomidor ştiləri əkmişdi. Pomidorlar da çox yaxşı inkişaf eləməmişdi. Çünki çox belə balaca-balacaydı. Amma orada məsələn şüydlər qəşəng gətirir. Məsələn orada kişnişlər də yaxşı gətirir. Amma vəzərlər yaxşı. Bir də mamamın əncir ağacı var.
deməli avqustun əvvəlindən başlayır yavaş-yavaş yetişməyə. Deməli mən bilmirdim ki, əncir birinci bu vaxtların meyvə kimi də gətirir. Ondan sonra o tökülür və o töküləndən sonra ikinci reysdə baxın burada biri qalıb. Bu deyir burada meyvə kimi belə gətirir. Sonra bu tökəndən sonra gətirdiyi əncir ucu. Bu deyir birinci yalançı əncir olur. Ondan sonra gətirdiyi ucu, yəni həqiqi əncir olur. Amma o avqust ayındakı əmələ gələ əncir var ya, möhtəşəm bir şeydir. Belə qəşəngdir, belə ortası belə partlayır, şirəsiz adı belə çıxır, çox qəşəng, çox dadlıdır. Hər səhər mən durub şitilləri sulayanda elə bir-iki dənə zavtraq eləmirdim. 2-3 dənə belə əncirdən, sonra 3-4 dənə də bu ağ gilasdan azım atırdım, все. Yəni bu oldu zavtraq, çox qəşəngdir. Bunun adı qaz ayağıdır da. Mən də verim, mən də yiyim. Bu nə cib çıxıb buradan? Tapdaladım nə isə. Oyun götür, bax. Hanı? Bunu mu? Birini. Ha, yaxşıdır. Biz bunu uşaq vaxtı anamla yığırdıq. Bunu indi soyacam da. Turşu qoyduq bunu. Mamam üçün göstərim, çünki bir əl özüm üçün soyamayacaq. Hə, anam turşu qoyurdu. Bundan özü çoxlu. Bu necə bizim bu dəfə qapıda bitib? Keçən il yox idi. Var idi. Hə, ona mən gələndə şey idi. Deyir, xeyli də bitib. Anam rəhmətli turşusunu qoyurdu. Rayona gedirdik. Məktəb bağlanan kimi, o vaxtda da məktəb mayın 25-i falan belə bağlanırdı. 25-i bağlanan kimi orada da anam anamla bərabər qaz ayağı, nə bilim başqa biri də var idi belə uzun. İndi ona da soruşacağım. Onu da turşu qoyurduq. Yarpaqları belədir. Bunu soyub qoyum. Bu qəşəng soyub yeyirdik. Uşaq vaxtı anamla yaman rayon. Aman tanrım, bəlkə də neçə ildir yemirəm. Bunu duzlayanda da qəşəng olur. Dəhşət. Belə soyulur. Uşaqlığımın dadım. Yerə salfan düşüb, külək də onu o tərəfə soğurub bu tərəfə. Belə mamamdan soruşdum, adı baldırğandır. Belə anamın turşusunu qoydu, 3 kilo bankalara qoyub biz rayona gələndə ancaq turşu, variniyada 5 il ancaq başlayır. Super dadır. Yarpaqlarını səbəyə göstərim. Baxın bundan. Bəlkə də 20 ildən çox olur. Üniversitetə qəbul oldum, 1-ci ili getdim, ondan sonra deyəsən getmədim. Rayon ucu. Altağaza gedirdik. Ondan qabaq killərdə İsmailiyə gedirdik. Gedim əllərimi falan da yuyum. Burada isə artıq qardaşım manqalı qalamışdı və balıq kebabı çəkəcəkdi. Bəzi görüntüləri sizinlə paylaşıram. Balığı da mamam turşu ilə, zoğal turşusu var idi, ondan marinatladı. Amma mən özümkini isə sadə marinatladım, duz və istiyotla. Hər ikisinin dadına baxın, hər ikisi də dadlı idi. Amma məncə balığınki sadə dadı tamam başqa, yəni dad verir. Belə və biz də axşam yeməyimizi də belə yedik.
Sabahınız xeyir olsun. Yeni bir gündən və yeni bir səhərdən sizi salamlayıram. Tezcə otağı yığışdırıb səhər saat 6 işləyib və evdən tez çıxmalıyıq. Çünki Nurayı məktəbə çatdırmalıyıq. Biz də Savalan tərəfdə qalırıq deyə 2 dənə avtobus dəyişəcəyik. Artıq pasteli yığdım. Tezcə tələsik düşürəm aşağı. Artıq evə gəldim və evdəyəm. Buradan saat neçədir? Saat baxım saata. Artıq 9-a işləyib, 9 dəqiqə işləyib. Artıq evə çatmışam və bağdan yığdığım bütün gülləri gətirdim. Elə tələsik evdən çıxar yığdım. Bu dəhşət, yəni avtobuslar biz 139-un astanovkasına getdik, peşkom getdik, hardasa bir 15 dəqiqə falan. 139-un astanovkasından belə, yəni adamlar o qədər dolmuşdu ki, yəni yer yox idi oturmağa. Amma biz ikinci avtobusu gözlədik. Avtobusun biraz geç çıxdı. Mamam Nuray ilə bərabər getdilər Pramo məktəbə. Çünki mamamın işinə yaxındır. Mən isə evə gəldim. İndi bu gülləri qəşəng aldığım güldağa yerləşdirəcəm. Artıq gülləri də vazaya yerləşdirdim. Belə qəşəng bir güllər alındı. Düzdür, güllər çox açmışdı. Dedim, yəqin gələnə kimi tökülər, amma yaxşı ki, o boyda yolu yəni dözdülər. Çünki çox basa-bas, rahat yol deyildi gəldiyimiz yol. Amma hələlik bunlar uzundur. Birazdan, yəni hər gün biraz bunları yəni kəsəcəm. Kəsdikcə də yəni bu getdikcə qısalacaq. Belə alındı. Və bu ortadakı rozu vaşı superdir. Bugünlük vlogumda elə burada bitirirəm. Çünki yəqin ki vlogum uzun olacaq. Bugünlük bu qədər deyirəm. Yeni bir gündə və yeni bir vlogda görüşmək üzərə. Hələ də kanalıma abunə deyilsə abunə olmağı və like qoymağı unutmayın. Sağ olun, sağlıqla qalın.